Salam. Salam. Biz gəlmişik Washington DC-dən. İlk dəfə də sizə vlog çəkirik. Həmişə evdən çəkirik. Bu Birincini New York'da çəkmişdik vlogun, amma qərara gəldik ki, чем отстает DC? DC-yə nə olub ki? Heç yaşadığımız yeri sizə göstərməmişik. Ona görə bugün həm də indi bu sezon DC-də sakura sezonudur. Yəni vişnə ağacıdır. Cherry blossom. Vişnə gilas əmin deyilik. O ağacın çiçək açdığı dövrdür. Adətən martın sonu, aprelin əvvəli. Bunun da by the way bir tarixçəsi var Zosi. I know, hə, Yaponiyanın hədiyyəsidir bu. Hədiyyəsidir, bəli. Hardasa 1910-cu, 20-ci illərdə Yaponiya ilə Amerika arasında tension artmasın deyənə Yaponiya Amerikaya belə bir ağacları hədiyyə verib. Hətta birinci partiya ağaclar xəstə gəlibmiş və o xəstəlik kimi yayılmasın deyənə jest edib ikinci dəfə eyni partiyadan bir də göndərib Yaponiya. Belə generous Yaponiyamız var. Bəli, ona görə Amerikada, yəni Yaponiyanın simvolu kimi bu sakura hər il burada çoxlu turist gəlir, çoxlu dünyanın hər yerindən insanların gəldiyi, sorry. Dünyanın hər yerindən insanlar var. Bir də biz indi hal-hazırda həftə içi gəlmişik, o qədər çox adam deyil. Yəni burada adam əlindən tərpənmək olmur. Ki ona baxmayaraq mən görürəm ki, xeyli adam var hələ biz girişindəyik. Martin Luther'ın heykəlidir Washington DC-də. Biraz qabaqda biz məşhur Martin Luther'ın öz çıxışını elədiyi I have a dream çıxışı, mənim arzum var çıxışını elədiyi yeri də görə biləcəyik. Bilməm bugün ora gəlib çıxacağıq yoxsa yox, amma oranı da sizə göstərərik. Belə Amerika tarixinin önəmli nöqtələrindən biridir. Yavaş-yavaş gedəcəyik. Bugünlük planımız üzü o tərəfə və orada ağaclar daha sıxdır, daha gözəldir. Biraz oradan da görüntülər çəkərik. Hal-hazırda biz bu yolla davam eləsək, axıra qədər yenə gəlib bu yola çıxacağıq. Çünki bu belə kruqavoy əhatə olunmuş ağaclarla yoldur. İndi hal-hazırda gördüyünüz o qədər də bloomy deyil. Çünki biz biraz gec gəlmişik və bir çoxlarının ləçəkləri artıq tökülüb. Amma normalda, yəni orada gördüyünüz kimi... Ləçəkləri də gəlin sizə göstərək. Ləçəkləri. Bunu göstər ki, ağac əslində bütün bu güllərdən ibarət olur. İndi hal-hazırda sadəcə olaraq. Bir də biraz havalarımız dəngəsiz oldu. Biraz isti, biraz soyuq, biraz külək. Ona görə vaxtından biraz tez töküldülər. Yaxınlarda Last Samurai filminə baxırdım və orada belə bir səhnə var idi. Deyir, o sakuranın güllərinin tökülməsinin bir dənə anı var. Onu bəzi insanlar həyatının axırına qədər heç vaxtı yaxalaya bilmirlər və o axırda ki o ölür və ölə-ölə... Spoiler eləmədi. Spoiler alert! Last Samurai'ya hamı baxıb. Orada baxır və sakuranın gülləri başlayır tökülməyə. Orada baxır, deyir, perfect. O səhnə məni şey eləyir. Elə-belə. Yəni belə tökülür. Gəzirik. Gördüyünüz kimi Tidal Basin'dir bu arada buranın adı.
Ümumiyyətlə Washington DC daha turistik şeylərinin çoxu belə tarixi mövzularda, nə bilim prezidentlərin memorialları burdadır. Hansısa abidələr, hansısa müharibələrə abidələr burdadır. Yəni buranın turistik şeyləri çox attraksiyonları budur yəni. Elə bir və ildə bir dəfə də bu cherry blossom olur, sakura olur, odur. Və burada Thomas Jefferson'ın memorialı var. Yes, orada Thomas Jefferson'dır, qabaq Washington Memorial'a doğru gedirik. Doğru Yavaş-yavaş. dildə desək karandaş. Obelisk, karandaş. Hər bir şeydir. Ona doğru gedirik. Biraz sizə dedik, paytaxtımızı göstərmiş olaq. Amma turistik yerləri şəxsən mən çox sevmirəm. Yəni bu belə yerlərdə çox zövq almıram olanda. Belə vaxt nə qədər tez keçsə o qədər yaxşıdır. Amma hava pis deyil. Biz daha isti gözləyirdik bu günü. Yes. Elə bil gəzdikcə biraz daha sərin. Biraz sərin. Deyəsən birinin üstündən çıxdı. Gül çiçəyi görəndə niyəsə ağlımız Hind filmlərinə Gəl bir getdi. də belə bir şey Düşündük ki, biz də belə bizim Hind filmlərindəki aktyorların nə Şahrukh Khan şeyimiz var. Nə əskiyimiz var, əysiyimiz var. Heç bir. Necə Washington xalqı və turistlər. Gəzə-gəzə gəldik, çıxdıq. Hardasan Zosi? Buradayım. Sən görə bilmirəm. Washington abidəsinin yanına gəldik, çıxdıq. Bu deməli Washington şəhərinin simvolu sayılır. Və bildiyimiz kimi Amerikanın ilk prezidentinin ona həsr olunub. Ən mən bilən belə köhnə abidələrdən biridir, yəni 19-cu əsrdən. Və tikildiyi illərdə dünyanın ən hündür abidəsi olub. Bir də belə bir şey gəzir, mif gəzir, amma dəqiq olduğunu bilmirəm, amma Washingtonlar deyir ki, Washington DC-də ən yüksək bina bu olsun deyə çox yüksək, məsələn, əgər fikir versəniz, burada çox yüksək tikililər yoxdur. Və ümumiyyətlə Washingtonda da evlərin göstərim sizə. Yəni məsələn, misal üçün göstərim ki, Washingtondakı binaların uzunluğu bu hündürlüyü bu belədir və Washington abidəsinin hündürlüyü də mənim landscape moduma yerləşmir 0.5 ilə öncə. Ümumiyyətlə DC-də skyscraperlar yoxdur. Hə, və ona görə yəni belə bir mif gəzir ki, onun əsl məqsədi odur ki, həm bu monument, həm də Kapitoli binasından daha yüksək güya ki binaların tikilməyinə icazə verilmir ki, yəni bu da ölkənin qüdrətini insanlara ötürmək üçün atılan addımlardan biridir. Zosi, o ağacın üstündəki kayıtları çək. Əslində bir həftə daha öncə gəlsəydik, çərpələng uçurduqları gün olur və bütün bu ərazi insanlarla dolu olur. Hamı öz çərpələngi ilə gəlir, uçurdur. Tapsam köhnədən o videolardan hökmən bura əlavə eləyərik. Burada çərpələng festivalı keçiririk. Bu tərəfdə bu belə National Mall-dur, Kapitoli, Washington Monument və gedib çıxır Ağ evə kimi. Uzun yoldur və bu tərəfdə bütün həm dövlət nazirliklər, dövlət strukturları, həm də bütün bu küçə hamısı muzeylərdir. Orada Natural History Museum var, burada Black History Museum var. O qabaqda gedəndə digər başqa art muzeumlar var. Bildiyin o dövlət muzeyləridir hamısı. Və bütün bu muzeylərin hamısına giriş pulsuzdur. Mütləq gedib sizin üçün çəkəcək maraqlı muzeylər var. Çox həm arxitekturalar çox qəşəngdir, həm içindəki sərgilər gözəl olur və konseptləri də bəzən çox maraqlı olur. Bir də burada məsələn muzeylərdə eventlər də keçirilir. Hə, onu deyəcəkdim ki, məsələn Night in Museum eventi olur. Hardakı ildə sən neçə bütün dəfə gecə muzeyə giriş eləyə bilirsən. Hardasa axşam 8-9-dan sonra və bütün səhərə qədər sən orada vaxt keçirə bilirsən. DJ olur, musiqi olur, insanlar bəzənir, düzənir. Yəni muzey belə bizim necə uşaqlıqdan öyrəşdiyimiz ki, belə muzey darıxdırıcı bir şeydir. Müəllim səni apardı, gəldin və hansısa belə faktlarla şey olduğunu qarşılaşdın və bitdi. Buranın muzeyləri elə deyil, yəni çox əyləncəlidir. Çox daha əyləncəlidir. Və axşamlar eventlər keçirilir, pulsuz kokteyl günləri, pulsuz nə bilim dancing günləri və muzeyin içində yəni insanlar yığışır, rəqs edir. Ona görə də bu insanların muzeylərə getmə
təcrübəsini daha da maraqlı. Bir də həqiqətən çox maraqlıdır, çox informativdir bunların muzeyi. Mən Natural History Museuma bir neçə dəfə getmişəm. Mənim ən sevdiyim muzey. Mən də ən çox sevdiyim muzeylərdən biridir. Təbiət tarixi muzeyi deyə bilərik ona. Tək təbiət deyil, orada insan evolyusiyası haqqında da bir corner var. Orada da çox belə informativ məlumatlar var. Orada dinozavr sümükləri filan da var. Hər şey, yeah. Çox sevirik biz o muzeyi. Mütləq gedib sizin üçün də bir gün ekskursiya eləyib özümüz də orada vaxt keçirməyi çox sevirik. Gemstone şeyi var orada, corner var. Məsələn, onu çox sevirəm. Çox kristallar haqqında, ən böyük kristal deyəsən hansısa kristallardan biri, ən böyüyü orada National History Museumdadır hal-hazırda. Belə çox Washington gözəldir. Əslində çox təbiəti çox gözəldir. Məsələn, çox yaşıldır. Hara baxsanız yaşıllığın içində, yəni biz özümüz də bir yaşıllığın içindəyik ki, hələ yaz təzə-təzə girir. Hələ qış təzə bitir. Amma artıq yəni ətrafımız hər yer. Biraz Washingtonda Avropa havası var. Getdiyim bir çox şəhərlərin içində o Avropa havasını hər şəhərdə almamışam. Onlardan biri Washingtondur, Georgetown tərəfində əgər getsək, hökmən oradan da çəkiliş eləyərik. Eyni o ab-havanı həm də Bostondan almışdım, daha bənzər. Amma onun dışında çox azdır burada Avropa havasını bizə ötürən şəhərlər. Biz də o hissi çox sevirik. House museumlarının çoxlarına da indi biz onlara da gedəcəyik, planımızda var sizə göstərmək üçün. O House Museum'da olan bütün furniture hamısı inspired olubdu Avropadan və bir çoxları o vaxtda Avropadan gətirilibdi. Daha detallı o haqqda məlumatı biz o House Museum'lara gedəndə hökmən sizlə paylaşacağıq. Burada Avropa influensu çox olur. Mən bir hara istəyirəm Zosi gedək. Bir dənə muzey var, ev muzeyi. O Rusiya ilə əlaqəsi olan. Yes, Marjorie. Ora elə maraqlıdır. Marjorie bir qadın olubdu, hansısa... Amma onu orada danışarıq da, eyni şey iki dəfə danışmayaq. Düzdür. Amma Marjorie House-a gedərik. Ora gedərik. Ora mən elə bil ki, kim gəlirsə Washingtona qonaq, həmişə onlar yaparım. Çünki ora bizim də tanıdığımız tarixi də orada yaxşı görmək olur. Ona görə bir gündə oranı gedib çəkəcəyik. Orada, kstati, Yayta Fabergé var. Marjorie'nin kolleksiyası olubdu. Yenə də təkrarlamayaq. Artıq gedəndə sizə detallı göstərəcəyik mütləq. Camaat gəzir, kef eləyir, günəşlənir, hava istilənir. Çox gözəldir, hava çox istidir. Yəni aprelin 1-i idi bugün, amma aprelin 1-i üçün biraz anormal istidir. Bu arada biz keçdik artıq, amma bir çoxlarımızın baxdığı bir film var. Run Forest Run. Hansı ki o da National Mall'un qabağındakı bir pool var. Hovuz. Hovuz. Həmin o hovuzdan o qaçır qız Forest'ı görmək üçün. Run Forest o Washingtondadır. Bəli, o burada baş verir. Wow. Və sadəcə yanına yəqin keçməyəcək, çünki nə qədər yaxın görsənsə də məsafələr çox böyükdür. Amma bəli, bu bir fun fact-dir. Ümumiyyətlə o tərəflərdə çox konsertlər, əsasən konsertlər və yaxud hər hansı bir festivallar. Məsələn, türklərin festivalı olur, ildə bir dəfə türk festivalı olur və bütün bu National Mall dediyimiz, yəni böyük ərazidə türklər öz bazarını açır da, belə yəni ki, yarmarkasını açır. Həm konsertlər, həm də proseslər hamısı orada baş verir, məhz o tərəfdə. Mitinqlər, insanların etiraz aksiyaları falan belə yerlərdə baş verir. Günlərdən birində hökmən istəyirik sizə buradakı Georgetown Universitetinin kampusunu da gəzdirək və bəzi günlər olur. Bilmirəm, Azərbaycanda məsələn belə bir praktika var ya yoxdur. Bəzi günlərdə universitetin içinə daxil ola bilirsən və sadəcə içinə daxil olmaqla bitmir. Aktiv zalından tutmuş, performance roomundan tutmuş, dərslərin keçdiyi siniflərə qədər istədiyin kimi girib, açıb girib otura bilirsən. Bu weekendlərdə olur adətən, dərslərin olmadığı gün və biz bir neçə dəfə bunu eləmişik və içi çox gözəldir, arxitekturası çox gözəldir. Hökmən bir gün oradan da sizə bir tur eləyərik. Belə indilik bağlayım, sonra yenə gələrik. Sizin üçün belə Washington görüntüləri də çəkməyə çalışıram. Zosi'nin dediyi Şərpələng Festivalının Washingtondakı izləri. İnsanlar gördüyünüz kimi çəmənliklərdə, otlarda oturub dincəlirlər.
Bəlkə dukisidir. Yo, bu ağaclardan gəlirdi. Ağac yedi. Biz əslində indi Ağ evin yaxınlığındayıq. Əslində Ağ bura ev renovation ta bağlı oradır. olmasaydı, biz buradan gedib baxa bilərdik. Amma fikirləşdik ki, yəni Ağ evdir. İstəsəz Google eləyib baxa bilərsiniz özünüz. Ya polislər keçir. Uç sizə buranın velosiped sürən polislərini Bu arada göstərək. buranın polisləri qadınlı, kişili çox gözəl olurlar normalda. Gözəl olurlar və çox nice olurlar, çox yaxşı olurlar. Yəni kömək edən, problem yaratmayan, yəni polis görəndə qorxmursan, polis görəndə sevinirsən. True. Belə White House ətrafından gəzə-gəzə gedirik bir kofe shopa. İstiləndik. Qəşəng dizası bax. Gedib o kafe. Hangisi? Bu mu? De bu. Yaşıllı. De bu. Bu. Hə, yaşıllı. Topunu indi gördüm. Çox gözəldir. İndi biz gəldik o tarixi muzeylər olan tərəfdən daha belə modern tərəfinə. Yəni DC-də belə binalar da var. İstədik sizə göstərək. Bura artıq daha belə Ofislərdə əsasən. business, Logan Circle-dır buranın adı. Dupont Circle-a Logan dairəsi. Burada artıq biraz daha belə modern... Dupontun krugu. Dupont krugu, точно. Daha modern arkitekturalara da rast gələ bilirik. Dedik sizə göstərək. Yenə də danışıram. Biz deməli Instagramda bir reeldə gördük ki, burada çox qəşəng kafe shop var. Bundan əvvəlki bölümlərdə dediyim kimi Zosi bütün coffee shopların coffee shop tapmaqda ümumiyyətlə yəni üstünə yoxdur və bunu da o tapıb. Hə, və yazılmışdı ki, o qız yazmışdı ki, Washingtonda gördüyüm ən gözəl coffee shop falan. Ona görə maraqlı gəldi bizə. Apartment vibe verirdi, çox Hə, qəşəng. girişi belə binadandır. İndi gedək bir yerdə görək necə bir yerə gedirik. Belə bir Stairslar bir nəfərli idi. belə bir dar koridorla gedirik coffee shop'a. Biz sizə dizini çəkəcəyik deyə leşimiz çıxana kimi gəldik. Çox isti idi. İnanırsınız bura girdik. Belə bir sərinləmə gəldi. Bayaqdan bəlkə yarım saatdır prosta oturmuşuq, kofemizi içirik ki, biraz dincələk, çünki isti bizi çox yordu. Amma relaksdan sonra dedik bu mövzunu şirin nöqtədə kapatalım. Sizlə sağollaşaq. Kofelər çox dadlıdır. Çox Soruşdum. yaxşıdır. Bura deməli bir dənə əslində bir Apart binanın, townhouse-dur. bir binadır. Sizin üçün çəkmişəm bəzi. Və bunlar deyirlər ki, biz bu məkanı kiralayırıq. Pop-up bir kafedir. Və əslində özləri kofe satırlar, kofe dənəcikləri. Anyways,
sevdik Çox, yəni. hə, çox Dadlıdır və sevdik. oturduğumuz yer o qədər cozydir. Bu arada fikrimizdə var idi, gedək sizə White House falan da çəkək, amma oradan enerjimiz qalmadı. Çox yorulduq. Ona görə növbəti epizodlarda bəlkə Çox isti bir gün oldu, amma bizim üçün də bir disiyə çıxmış olduq. O qədər az normalda gəlirik bura. gəlmirik biz bura. Amma sən Çəkmiş olduq. Yenə görüşəcəyik mütləq. Zosilər, sağollaşırıq sizinlə.